Qafqazın Xirosiması işğal dövründə tamamilə dağıdılan, viran qoyulan Ağdama böyük qayıdış davam edir. Sürətlə aparılan yenidən qurma işlərinin ardınca bu il Ağdama ilk qayıdış martın 29-da Sarıcalıdan start götürüb. Qeyd edək ki, Sarıcalıya artıq 6-cı köç gerçəkləşib. Son olaraq aprelin 30-u Sarıcalıya 35 ailə, 158 nəfər köçürülüb. Böyük qayıdışla yanaşı ölkənin əsas prioriteti işğaldan azad edilmiş ərazilərimizdə həyat səviyyəsinin yenidən bərpa edilməsi, uçurulmuş, talanmış, məhv edilmiş rayon və şəhərlərimizin öz əvvəlki simasından daha gözəl vəziyyətə dönüşü də davam etdirilir. Bizi bərpa edilən torpaqlarımıza, eləcə də Ağdama aparan yolların qurulması isə qayıdışın fonunda olduqca ehtişamlı görünür. İşğaldan sonraki dövrdə bir çox önəmli infrastruktur obyekti istifadə verilib. İlk növbədə yollar, Ağdam, Bərdə yolu yenidən quruldu. Sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dözdolanlı yol olacaqdır. Dəmir yolu çəkilir. Yəqin ki, bu il istifadə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Ağdamda quruculuq işləri həmçinin mədəniyyət, təhsil, turizm sahələrində də davam etdirilir. Dağıntılara məruz qalmış abidələr, məktəb və yaşayış yerləri bərpa edilir. Ağdamın ən çox dağıntılara məruz qalmış tarixi memarlıq abidələrindən biri Pənahəli xanın sarayında Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ötən ilin sentyabrında bərpa işləri tamamlanıb. Ağdamın 3 kəndində məktəb və bağçaların inşası isə sürətlə davam etdirilir. Kəngərli kəndində 484 şagird yerlik məktəbin, 120 yerlik uşaq bağçasının, Sarıcalı kəndində 360 şagird yerlik məktəbin, 100 yerlik uşaq bağçasının, eləcə də Xıdırlı kəndində də Qırğızıstan Respublikası tərəfindən inşa olunan 528 şagird yerlik məktəbin inşası həyata keçirilib. Ölkə başçısının göstərişi ilə Ağdam rayonunun mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılıb. İnfrastruktur layihələri icra olunub. Böyük Olimpiya idman kompleksi, xəstəxana, məktəblər, muğam mərkəzi inşa edilib. Bütün bunların fonunda sakinlər üçün yüksək mərtəbəli yaşayış binaları, fərdi evlər də tikilir. Habelə turizm sahəsinin inkişafı məqsədi ilə Ağdamda bir sıra otellər də inşa edilir. Xatırladaq ki, Ermənistan ordusu 1993-cü ildə Ağdama şiddətli hücumlar təşkil edib. Minlərlə hərbiçi, hərbi texnika, haubitsa, özü yeriyən artilleriya, döyüş vertolyotlarından və sairələrindən istifadə edərək Ağdamı işğal etməyə cəhd göstəriblər. Ağdam uğrunda döyüşlər olduqca şiddətli keçib, döyüşlər zamanı minlərlə hərbiçimiz şəhid olub və nəhayət 43 gün davam edən ağır döyüşlərdən sonra Ermənistan ordusu və separatçı qüvvələr Ağdam şəhərini və ətraf kəndləri işğal etməyə müvəffəq olublar. İşğal zamanı isə beynəlxalq qanunlar kobud şəkildə pozulub, şəhər talandıqdan sonra tamamilə yandırılıb. Qeyd edək ki, işğal edilmiş rayonlar arasında Ağdam əhalisinin sayına görə ən böyük rayondur. İşğaldan əvvəl burada 143 min insan yaşayırdı. İşğal dövründə yandırılan, tamamilə siması itirilmiş Ağdam 2020-ci ildə işğaldan azad edildi və bunun ardınca aparılan quruculuq işləri Ağdamda düşmən izini, ləpirlərini silməyə müvəffəq oldu. İlk qayıdışın ünvanı 1873 nəfər üçün planlaşdırılan, ümumi ərazisi 123 hektar olan Sarıcalı ilə yanaşı Ağdamın digər ərazilərinə də böyük qayıdış davam edəcək. Ümumilikdə isə Ağdama köçürüləcək əhalinin sayı 100 minə çatdırılacaq.